Salam, dəyər nəşrlərinin 18 may tarixində keçirilmiş olduğu sınaq 8-dən 5-ci siniflərin ingilis dili suallarına baxaq. 51-ci sualda doğru variant olacaq B variantı, 52-də C variantı, 53-də B variantı, 54-də A variantı, 55-ci cavab məndə hələ ki yoxdur. Dinləməyə qulaq asmamışam çünki onu şərh bölməsinə birazdan yazacağım. Siz də yaza bilərsiniz. 56-cı sualda doğru variant A variantı olacaqdır. 57-də D variantı. 58-də deməli D variantı burada da. Move better. 59-da A variantı 1 və 3. 60-da isə doğru cavab olacaqdır win. 61-ci sualda doğru variant C variantı. Biz soccer oynayanda sürətli qaçırıq. 62-ci sualda doğru variant B variantı. Deməli, qarlı dağlarda nəyi sevərik? Ski xizəklə getmək deməkdir, yəni xizək sürmək deməkdir. Ona görə doğru variant B variantı olur. 63-də doğru variant A variantı 1 və 3 olur. Yəni mənaya burada baxırıq. Bir də deyirik ki, don't var, inkar bildirir. Zərərli yemək yemə deyərik. Bir də bütün günü oturma deyərik məna baxımdan. 64-də B variantı doğru cavabdır. 1B deməli, gec, erkən antonim lazımdır. Excellent, əla, bad, pis antonim. Different, fərqli, same, eyni. 65-də hang out sözünün mənası dostlarla vaxt keçirmək, yəni vaxt keçirməkdir. Ona görə hang out olur. 66-da B variantı. 67-də C variantı. 68-də D variantı, kəndən sonra feil olduğu kimi qalır. 69-da A variantı, he, she'də feil S qəbul edir və sadə zaman göstəricisidir. 70-də D variantı, cavabda deyir ki, Tom Jackson. Deməli, sual verərsən ki, kimdir sənin sevimli atletin? Tom Jackson. Cavab who'dan. Daha doğrusu sual who'dan verilər. 71-ci sualda he can swim very fast. O çox sürətli üzə bilir. But varsa əksi olmalıdır. But he cannot ice skate. Yəni D variantı 71-də. 72-də B variantı. Clarence he, she'dən bilir ki, do, does olur və yaxud da can də olar burada. Ona görə 2 və 3 B variantı. 73-də doğru variant D variantı. What sports do you do? I dance, run and swim olacaqdır. 74-də A variantı. Can she dance? Yes, she can olar. Can'dan sual vermişik. 75-də isə olacaq D variantı. Belə, əziz şagirdlər, ümid edirəm ki, faydalı oldu. Faydalı videoların davamı üçün kanala abunə olmağı unutmayın.